Əziz anam, bu məktubu yazan əllər artıq sənin əllərini tuta bilmir. Amma bilirəm, sən hər gecə dua edəndə, adımı pıçıldayanda, şəkilimə baxıb gülümsəməyə çalışanda, ürəyində mənim səsimi axtarırsan. Bugün o səsi sənə əmanət etməyə gəlmişəm. Anam, mən səndən ayrıldığım gün ölmədim. Mən vətənin hər qarış torpağında yaşamağa başladım. Bir bayraq küləkdə dalğalananda, bir uşaq təhlükəsiz yuxuya gedəndə, bir ana oğlunu rahatlıqla bağrına basanda, mən oradayam. Anam, bir gün küçədə mənim silahdaşlarımdan birini görsən, onu uzaqdan seyr etmə, yaxınlaş, başını sinəsinə söykə. Oğlunun qoxusunu axtarma, amma bil ki, o sinədə mənimlə çiyin-çiyinə döyünmüş bir ürək var. Onlara oğlum deməkdən çəkinmə, çünki onlar döyüş meydanında mənə qardaş oldular. Əgər bir gün vətən yenə oğullarını səsləsə, qoy heç kim tərəddüd etməsin. Çünki torpağın azadlığı bir nəslin yox, bütün nəsillərin əmanətidir. Biz qanımızla bir səhifə yazdıq. Onlar o kitabı yaşatmalıdırlar. Anam, mən sənin oğlun olaraq doğuldum. Vətənin əskəri olaraq yaşadım. Millətin övladı olaraq xatırlanmaq istəyirəm. Sən isə həmişə başını dik tut. Çünki mən sənin göz yaşlarınla deyil, sənin qürurunla yaşayıram. Səni Allahın izni ilə yenidən görəcəyimiz günə qədər. Məni itirdiyini düşünmə, məni vətənə əmanət etdiyini xatırla. Səni sonsuz sevən oğlum.